Sizlərə 75.000 manatla təklif olunan çox gözəl bir proyekt olan həyət evini təqdim edirəm. Diqqətlə baxın, çünki bu təqdim etdiyim həyət evi kimi hal-hazırda satış bazarında belə bir ev yoxdur. Həm keyfiyyət baxımından, yerləşmə yeri və proyekt baxımından çox gözəl bir təklifdir. Yəni sizlərə evimizin küçə görünüşünü də təqdim edim. Deməli, dəyərli izləyicilərimiz, baxın belə bir küçə görünüşü var. Evin böyük bir üstünlüyü nədir? Yan hissəsi yoldur, ön hissəsi yoldur və yerləşmə yeri elə bir yerdir ki, marşrut dayanacağından cəmi 50 metrlik, məktəbdən cəmi 100 metrlik, marketlərdən cəmi 60-70 metrlik məsafədədir. Həyətyanı sahəsinə tam rahat avtomobil daxil ola bilir. Həyət tam daşla üzlənilib, mərtəbə arası monolit betondur. Tikilik zamanı qoşa kubikdən istifadə olunub. Birinci mərtəbə ümumilikdə istipoldur və otaqlar da çox genişdir. Evimiz 75.000 manata təklif olunur. 3 otaqdan ibarətdir. Yəni standart bildiyimiz 3 otaqlı evlərdən istəmirsinizsə, gəlib bu evə sahib olmağınız məsləhətdir. Çünki bu ev satışda qalmayacaq. Çox gözəl, mükəmməl bir təklifdir. Həqiqətən də sözümə inanın. İkinci mərtəbəyə qalxan pilləkənlər, qeyd edim ki, pilləkənlər mərmər daşdır. Üzəri sensor işıqlarla yığılacaq. Koridoru genişdir. Baxın, burada şkaf yığdıra bilərsiniz. Kollektor sistemi buradadır. Mükəmməl bir təklifdir. Qonaq otağının genişliyinə baxın. Çox əla bir evdir. Mən bu evi bəyənmişəm. Əminəm ki, siz də gəlib bəyənəcəksiniz. Evin həm yerləşmə yeri, həm tikilişi, həm təmiri superdir. 75.000 manatdır. Qiymətdə biraz da endirim olacaq. 2 mərtəbəlidir, 3 otaqdan ibarətdir. Evdə ara kəsmə divarlara kimi kubikdir. Kərpicdən istifadə olunmayıb. Burada evimizin sanuzeldir. Evdə bir sıra işlər qalıb ki, hardasa 3 günlük, 5 günlük iş qalıb ki, təmizlənmə, yekunlaşma işləri, laminat vurulacaq, qapılar qoyulacaq və mətbəx həqiqətən də çox əla bir evdir, təmiri də yaxşıdır. Adətən beton pilləkən, mərmər pilləkəni bugünkü gündə 2 mərtəbəli evlərə vurulur. Baxın, pilləkənin sensorları qoyulub, işıqları. Axşam çəkilişində sizlərə təqdim edəcəm. Bu evi bizim kanalda bir dəfə paylaşmışıq və yenidən paylaşmağımda məqsəd ondan ibarətdir ki, bu ev satışda çox qalmayacaq. Həqiqətən də gəlib baxıb götürməyiniz məsləhətdir. Yataq otaqları da maşallah olsun, çox böyükdür. Burada bütün pəncərələrin qabağı açıqdır. Evin qoşadaşla tikilməyini baxın, buradan da görə bilərsiniz. Pəncərə kənarından qoşa kubikdir. Monolit betondur. Hər mərtəbəyə ayrı-ayrılıqda işıq xətti, işıq yuvası çəkilir. Spot işıqlarla bəzədilib. Burada sanuzeldir. Və sonuncu yataq otağı. Bu yataq otağından da eyvan sahəsinə çıxmaq olur. Baxın, belə bir gözəl evdir. Məktəbə, marketə və dayanacağa ən yaxın evdir. Dəyərli izləyicilərimiz, izləmədə qalın. Kanalımıza abunə olun. Sağ olun, salamat qalın.